Bugün də adı zamanla əfsanəyə çevrilmiş bir insandan danışmaq istəyirəm, Cömert Qəssabdan. Deməli, ondan başlayaq ki, Gəncənin ilk müsəlmanı olubdur və 4-cü xəlifə Əli ilə nətər görüşür. Karvanla Ərəbistana gedir və Əli hələ xəlifə olmamışdan qabaq onunla görüşür və İslam dinini qəbul edir. Qayıdır Gəncəyə və İslam dinini burada insanlara başa salır. Örgədir və davranışı ilə insanları özünə inandırır. Bu adam qəssab olubdur. Əti kəsəndə heç vaxt əysik yox, artıq kəsibdir, tərəzisiz işləyibdir. Həmişə kasıblara kömək eləyibdir. Yəni bir sözlə Gəncənin bir Robin Hood'u olubdur. Və bu insana da gözəl bir türbə qurubdular və dövlətimiz tərəfindən sağ olsunlar. Restavrasiya olunubdur bu türbə. Düzdür, biraz yolu çətin olsa da, tapılmağı çətin olsa da, ora getməyə dəyər. İmamzadə yolunda, bu Dubay bazarından İmamzadə yoluna gedəndə yolun sağında yerləşir. Yəni bilmirdinizsə, bunu da bilin.